Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Sizi Sumqayıt şəhərindən salamlayırıq və burada Misri Premyer Liqasının 26-cı turu çərçivəsində Sumqayıt və Kəpəz komandaları üz-üzə gələcəklər. Hər iki komanda üçün olduqca vacib oyundur. Zənnimcə komandalarla tanışlığa başlaya bilərik. Başlayaq meydan sahiblərindən Sumqayıtın heyəti. Qapını bugün 36 nömrə Xəyal Fərzullayev qoruyur. Mehdi Cənnətov ehtiyatdadır. Kapitanları görürük. Bir tərəfdə Elvin Bədəlov Sumqayıtın kapitanıdır. Əks tərəfdə isə Kəpəzin kapitanını biz gördük Igor Xvalkonu və Azərbaycan Hava Yolları var otağından görüntünü izləyirik. Nicat İsmayıllı bugün varda. Teymur Teymurov var hakiminin köməkçisidir. Kəpəzin heyəti. 1 nömrə Rogerio Santos, 3 Mamaduba, 5 Rauf Hüseynli, 8 Elmir Tağıyev. İşarə verildi və Sumqayıt Kəpəz oyunu start götürdü. Sumqayıtın əks həmləsini izləyə bilərik. Meydanın mərkəzini keçə bildilər və indi meydanın Kəpəzə aid hissəsindədir. Sumqayıtın hücumu təhlükəli ola bilər. Abduxolikovun zərbəsi və son anda irəliləmək mümkün olmadı, amma top yenə də Sumqayıt komandasında qalır və biz yenə də meydan sahiblərinin növbəti hücumunu izləyirik. Ronaldo sürətdə keçmək istəyirdi Elmir Tağıyevi. Daha bir zərbə. Sumqayıtın həmlələri getdikcə çoxalır. Səbuhi görüntüdədir. Bu zərbə ilə həyəcanlandıra bildi Səbuhi. Kəpəzin cavabı. Dəydiyini görmədi, toxuduğunu görmədi. Paçu istiqamətini ötürmə Luis Paçu və Fərzullayev. Heç köməkçi hakim bayrağını da qaldırmayıb. Offside də qeydə alınmamışdı orada. Daha bir hücum indi Sumqayıt hesab aça bilər. Rogerio Santos. Bu dəfə Rogerio Santos. Ayxan Süleymanlı. Ayxanın ötürməsi ilk həmlə alınmadı. Top hələ də Ayxanda qalır. Qapı önünü ötürmə edilir. Başla zərbə və gol! Sumqayıtın əsrəti bitir. 11 oyunlu fasilədən sonra Vaqif Cavadovun komandası nəhayət ki gol vura bilir. Roy Kehat! Və nəhayət ki Sumqayıtın bu müddət ərzində ilk golunun müəllifi oldu. Bir daha baxırıq. Ayxan Süleymanlı hər şeyi burada Ayxan etdi. Əvvəlcə ötürməsi alınmadı. Daha sonra top yenə də önünə düşdü və sağ ayağı ilə onun ötürməsindən sonra Roy Kehat hər kəsi qabaqlayaraq baş zərbəsi ilə topu qapıya göndərdi. Turamanapov onu nəzarətsiz buraxmışdı. Nəzarətsiz buraxmışdı demək bəlkə də düzgün olmaz. Nəzarət edirdi, amma zərbə vurmağına mane ola bilmədi. Əsas məsələ də budur. Hücumun gedişinə biraz daha öncədən, daha əvvəldən necə olmuşdu buna baxdıq. Murad Xaçayevi də vurulamaq lazımdır. Manapov sol tərəfə baxma olar. Mamaduba, bağının ötürməsi, başla zərbə, çox təhlükəli idi. Rauf Hüseynli ötürməyə hazırlaşır, ötürmə edildi. Həmlə davam edə bilər. Arda Zişvili 50 oyun iddiası var burada Sumqayıt futbolçularından. Arda Zişvili nə edəcək? Ötürməni etdi, zərbə vuruldu və Paçu qapıya düşə bilmədi, amma toxunuş da var idi. Paçu. Kəpəzin hücumu ötürmə Paçuya. Paçu daha bir ötürmə edildi. Hesabı bərabərləşdirmə olur. Başla zərbə. Qeyri dəqiqdir. Stadiondadır. Və təkrara bir daha baxırıq. Paçu topu qəbul edir. Qapı önünə yumuşaq ötürmə edir. Right yarda Zişvili. Və beləcə ilk hissə yekunlaşır. İnqilab Məmmədov ilk hissəni başa vurur. Beləliklə İnqilab Məmmədov işarəsi verildi. İkinci hissə başlayır. Camal Cəfərov meydana daxil olandan hücumlar daha çox elə onun mövqeyindən, bax bu zonadan qurulur. Ardıcıl 3-cü həmlədir. Bu dəfə ötürməsi yaxşı alındı. Diqqətlər İnqilab Məmmədovdadır. Sərtan Taşqın ötürmə. Kehatın zərbəsi. Roy Kehat! Dubledir Roy Kehat! 2-0. Sumqayıt ikinci golu vurur bu oyunda. Vaqif Cavadovun komandası ikinci dəfə
Kəpəzin qapısına yol tapdı və Azər Bağırovun reaksiyasını gördük. Çox gözəl kadr idi. Təkrara bir daha baxaq. Sərtan Taşkının ötürməsi zamanı Kehatın ilk zərbəsindən sonra top Xuankoya dəydi. Top yenə də Kehata qayıtdı. İkinci zərbə zamanı Verdaş artıq özünü yetirirdi, amma gec idi. İkinci zərbə zamanı heç kim mane ola bilmədi Roy Kehata. 3 futbolçu önündə yerə sərildi, amma Roy Kehat özünün və komandasının ikinci qolunu vurdu. Sumqayıt hücumdadır və 3-cü qol vurula bilərdi. Elə həmin haqqında bəhs etdiyim Ronaldo Vazquez. Və indi Sumqayıtın növbəti əks hücumunu izləyirik. Abduxolikov çox rahat keçdi. Abduxolikov, Rogerio Santos. Yenə də imkan vermir. Bu arada daha bir hücum. Sərtan oyundan kənar vəziyyətdə idimi? Xeyr, bayraq qalxmayıb. Sərtan Taşkın, daha bir zərbə, yenə də Santos. Nələr çıxarır Rogerio Santos. Uzaq məsafədən zərbə. Top Kəpəzdə, Mahamadou Ba dəstək gözləyir sağ tərəfdən, gecikmişdilər. Ötürmə edildi, başla zərbə, yenə də fərqləmək mümkün olmur. Kəpəz hücumdadır, Turan Manafov topu ötürür. Başla zərbə və bu dəfə Fərzullayev Sumqayıtı qolundan xilas etdi. İndi Kəpəzin futbolçuları hakimin üzərinə gedirlər. Penalti iddiası var. Manafovun ötürməsi zamanı başla zərbə vuruldu və Fərzullayev zərbəni dəf etdi. Davamında Mabatshoyev yıxıldı. Elvin Bədalovla oradan mübarizə var idi və davam işarəsi verilir. Top ayağına yapışır bugün Ronaldo Vazquez'in. Vazquez! Zərbə alınmadı, imkan vermədilər. Ronaldo Vazquez qəbul və ötürmə yaxşı alındı. Sol cinahla oynayırlar Roy Kehat. Soldan kiminsə gəlməyini gözləyirdi. Ronaldo Vazquez'in zərbəsi və Rogerio Santos topu götürür. Onun üçün çox uyğun mövqedir. Manafov yaxınlaşır. Turan Manafovun zərbəsi top qapının üstündən keçdi. Yansane, daha bir zərbə. Elvin Bədalov. Topu cərimə aşağısına ötürür. Zərbə vuruldu və 3-0. Sumqayıt 3-cü qolu da vurur. 3-0 oldu hesab. Nihad Əhmədzadə fərqlənir. Gəlin təkrara baxaq. Yansane burada Elvin Bədalovla oynadı. Bədalovun gözəl ötürməsi və Xuanko həqiqətən də bugün çatdırmırdı. İkinci qolda da səhvi oldu. Bu qolda da Xuankonun səhvi var. Çatdırmır, sürətdə çatdırmır, daha ağır hərəkət edir. Və Nihad Əhmədzadə oyunda son nöqtəni qoyur. Beləliklə Sumqayıt bu görüşdə Kəpəz üzərində 3-0 hesablı vacib qələbə qazanır. Bu Sumqayıta həqiqətən də çox lazım idi.